Yatma qrupunda Qarabalan bığın gördüm. Yadıma düşdü. Fəqanın bir də hekayəsi var. Mən Yəni, qırğında belə bığ söhbəti yoxdur. Qoy danışsın, özü eşidəcəksiniz. Mən Dilara xanım oturub nəsə bir söhbəti ilə birdən telefonda danışırıq. Hadisə zad yadımda düşür. Amma o gəlir burada deyəcək buradan. Bəli, bəli, ağın olaydı danışmayaydı. İndi bax, öz qapımızdan danışırıq. Bax, nənəmgildən, babamgildən. Mənim anamgil 7 bacılar, mənim daim yoxdur. Hə. Amma anam özü üstən bizi köçdüyünə görə, mənim də rəhmətli atam, Əfqan, həm bu qalan o 6 bacıya həm qardaş olub, həm də ki, yeznə olubdur. Başlayırsənmə, həqiqi qardaşlıq yeznəli elibdir. Özləri də hamısı indi inşallah izləyəcəklər, baxacaqlar. Burada bir məsələ oldu. Mən indi, bax, indi papam xətirli, hörmətli adamdır da. Deməli, babam rəhmətə getdi, anamın atası. Allah cəmilə rəhmət eləsin. Orada indi mağar qurulubdur. Atam da orada axsaqqaldır. Gələn, gedən, hamı gəlir atama görə ki, Əfqan qaynatası. Rəhmətə gedib. Sən bunu danışım deyirsən burada. Danışdım. Deməli,